Deməli Mən bir bizim məclisdə, bir tədbirdə Aha. gördüm onu. Çox Aha. belə çox xoşum gəldi. Yəni heyrətamiz ifa elədi. Adam o Kürd dilində. Bəli, çox möhtəşəm ifa eləyir. Kürd dilində bizdə hər dildə oxunub burada. İngilis dilindən Keçən dəfə tutmuş, İsrail daha müəllimi Talış Talış dilinə dilində kimi. oxuydu deyəsən, Hər hə. şey, bəli. İsrail Məmmədova da buradan salamlayıram. Bəli, Talış salamlayıram. dilində qəşəng-qəşəng mahnılar oxuyub. Mən maraqlı oldu mənə Kürd dili. Aha. Bizim Qazaxstanda hər bir millətdən olduğu üçün Mətanət xanım, biz elə bil ki, bir-birimizə hörmət qoyaraq bir-birimizin ifalarımızı eləyirik. Buradan da o dəyərli dostlarımızı, Kürd dostlarımızı, elə türk kimlər var orada, Buyurun hamını Əsim. salamlayıram. Bir dənə bax. Və bunu bir xanım məndən bir mahnı istəmişdi. Aha. Sadəcə onlar Gürcüstanda yaşayırlardı Kürd dilində. Aha. Mən bunu təsadüflə elə belə zümzümə eləmişdim və onunla məni məclisinə çağırdı bir xanım. Opa. O mahnı ilə o qədər bir xoşa gəldi ki, Hamımız bugünkü də ən çox da dəstək olan da olardı. Milyondan da çox Cəmi izləyicim 4 dəqiqə vaxtımız qalır. Artıq verilişimiz yekunlaşır. Mən sağollaşım ki, heç kimə mane olmayım. Orxan, Cahan qrupu, Nəfəs təşəkkür edirəm və sizə təşəkkür edirəm. حسر چوامن دوباره وقت باران بهاره اگر بشه